ki biz biopsiya hazırlamışıq. Xəstənin sağ payında bir düyün var. Yəni xəstə banu doktor baxmışdı sən. Banu doktor müayinə edir və burada yəni sağ payda böyük bir düyün olduğunu, içində yəni makrokarsinat, amma zəif hipogendir. Düyün tiras təsdifatından dəyərləndirildi. Tiras təsdifatından dəyərləndirilən zaman, yəni tiras 4A kimi qiymətləndirilir və ölçüsü 2 sm-in üzərində olduğundan biopsiya göstərişdir və biz indi biopsiya hazırlayırıq. Biopsiyadan öncə mən məlumat verirəm ki, yəni udulmayın. Yaxşı, iynəni salan zaman hər hansı bir hərəkət, udulma hərəkəti olmasın. Yaxşı, indi isə iynəni salın. Artıq iynə düyün içərisindədir və düyün içərisini saldıqdan sonra bu şəkildə biz iynəni hərəkət edəcəyik ki, düyünün hər bir nahiyəsindən kapsuldan çıxmamaq şərti ilə material götürə bilək və hərəkət etdiksə, simranı çəkin, hərəkət etdiyidən zaman yəni biz bu əlimizdə porşenlə geri çəkirik ki, düyünün içərisində olan material bilavasitə şpisin içərisinə daxil olsun. Bu şəkildə məsələ olmur. Bitti. Ağrı olmadı ki. Narahatsın yok ki. Danıştın ya danışmırsan. Birinci qorxma, ama qorxmağa dəyər. Yox, biraz sonra saxlayın. 2 dəqiqədən sonra durasın. Yəni canlı şahidi olur. Bəzən pasiyentdə qorxu var biopsiyadan. Biopsiya qorxacaq bir mani sual deyil. Sonra belə bir, həmişə gələn xəstələr belə bir sualla gəlirlər ki, doktor, siz biopsiya edən zaman ola bilər ki, düyünü tərpədərsiniz. Yox, düyün heç bir tərpənmə olmur. Çünki biz bilavasitə incə iynə vasitəsilə düyünün mərkəzindən material götürürük. Yəni bunun yayılma ehtimalı yoxdur. Yəni 2010-cu ildə mən biopsiya edirəm. Yəni minlərdən üzərində bir pasiyent databazamız var. Amma hər hansı bir pasiyentdə elə bir halla rastlaşmamışıq ki, yəni orada hər hansı bir məsələn bədxasəli bir prosesyon və yaxud bizim biopsiyadan sonra həmən deyək ki, düyün bədxasəyə çevrilsin, elə bir halına rastlaşmamışıq. Yəni belə bir bu mifdir, buna inanmaq lazım deyil. Oldu. 2 dəqiqədən durarız. Yaxşı, artıq biz materialı götürdük və material əşya şurası.